Eczaçılıq praktikası insanların sağlamlıq vəziyyətinə birbaşa təsir göstərən vacib sahələrdən biridir. Son illərdə dərman alışı zamanı müşahidə olunan hallar arasında eczaçıların müxtəlif alternativ dərmanlar təklif etməsi geniş yayılmışdır. Xüsusilə həkim tərəfindən yazılmış reseptlərə müdaxilə edilməsi, pasiyentin seçiminə təsir göstərilməsi və fərqli dərmanların təklif olunması bəzən ciddi və hüquqi nəticələrə səbəb ola bilər. Mövzu ilə bağlı missiyada danışan tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, ümumiyyətlə həkim reseptinə müdaxilə etmək heç kimin ixtiyarında deyil. Təəssüflər olsun ki, bugün o korporativ maraqlar aptek şəbəkəsinə keçib. Apteklər müxtəlif firmaların dərmanlarını bəzləri reklam edirlər. Həkim yazan dərman olmadığını bəhanə edərək öz başqa dərmanları təşrif edirlər. Bu tamamilə yol verilməzdir. Çünki həkimin reseptinə müdaxilədir bu. Adil Qeybulla qeyd edib ki, əgər həkim konkret bir dərmanı təyin edibsə, xəstə həmin dərmanı başqa aptekdən əldə etməyə çalışmalıdır. Həkim istənilən bir dərman preparatını xəstəyə təyin edirsə, məsuliyyətini özü daşıyır. Əgər o dərman dəyişdirilirsə aptekdə digər yerlərdə, o məsuliyyət həkimin üzərindən gedir. Bunu da yaddan çıxartmaq lazım deyil. Çünki istənilən bir situasiyanın hüquqi məsuliyyət müstəvisinə keçməsi bir şəraiti yaranırsa, o zaman bu məsələləri düşünmək lazımdır. Çox geniş yayılıb bu məsələdir ki, aptek şəbəkəsində xəstələri azdırırlar. Həkim yazan dərmanlardan daha yaxşısı adı ilə yeni dərmanları xəstələrə verirlər, olan analıqlarını və s. Və o ilə də əslində ümumi prinsipi pozurlar. Mən düşünürəm ki, bu da bir negativ tendensiyadır ki, qarşısı alınmalıdır. Seyranə Quliyeva, Heydər Həsənli, Missiya TV.